Salam əziz dostlar. Samux rayonunda, eləcə də rayonun kəndlərində yas mərasimlərində ehsanın verilməsi yığışdırılıb. Bu barədə sakinlər mətbuata məlumat veriblər. Eyni zamanda da rayonun axundu bu barədə məlumatı təsdiqləyib və deyib ki, bu sakinlərin və din xadimlərinin birgə verdiyi qərardır. Hansısa dövlət qurumunun yox, yəni inzibati bir qərar deyil. Sadəcə rayon ağsaqqallarının, kənd ağsaqqallarının birgə verdiyi, din xadimləri ilə birgə verdiyi qərardır və buna əməl olunur. Hətta düzdür, belə məlumatlar da yayılıb ki, güya yəni bu qərara əməl etməyənlər cərimələnəcək. Düzdür, mən buna inanmıram, çünki bu inzibati bir qərar deyil. Sadəcə yəni özləri belə qərarlaşdırırlar və indiyənə kimi də heç kim cərimə olunmayıb. Sadəcə hamı da bu qərara hörmətlə yanaşır və mərasimlərdə ehsanı vermirlər. Belə qərarlaşdırıblar ki, yas mərasimlərində yalnız pendir, çay, bir də halva verilsin və insanlar da buna əməl edir. Mən bunu niyə çəkirəm? Çünki bu yaxşı bir addımdır. Əslində zaman-zaman bu məsələ mətbuatda müzakirə olunur. Çox deməli qısa müddətli bir müzakirə gedir, amma sonradan dayanır. Əslində bu təbliğatı geniş aparılmalı olan mövzudur. Biz bir neçə il bundan qabaqdan eşitmişdik ki, bu məsələ Naxçıvanda, yəni belə bir qərar Naxçıvanda tətbiq olunur bir neçə il əvvəldən. İndi bilmirəm vəziyyət necədir. Yəqin ki, həmin qərar qüvvədə qalar, yəni insanların verdiyi qərar qüvvədə qalar və ona əməl olunar. Yaxşı bir addımdır. Əslində digər rayonlara və şəhərlərə də nümunə olacaq bir addımdır. Yenə deyirəm, əslində bu ara-sıra zaman-zaman müzakirə olunur və sonradan dayanır. Əslində hər gün müzakirə olunmalıdır, hər gün təbliğat aparılmalıdır və yas mərasimlərində nəhayət bu israfçılıq aradan qaldırılmalıdır. Artıq vəziyyət o həddə çatıb ki, yas mərasimindən toy mərasimini artıq müqayisə etmək mümkün deyil. Çünki süfrənin üstündəki toy yeməkləri ilə bərabər yeməklər olur. Hətta o vəziyyətdir ki, elə bir deməli qəbul edilməz, acınacaqlı bir vəziyyətə çatmışıq ki, biz toy mərasimindən fərqli olaraq artıq yas mərasimlərində də bəzi insanlar toyda olduğu kimi də hansısa yeməyi sifariş verir və bu stola filan yemək gətir, o birisi stola filan yemək gətir, belə qəbul edilməz deməli sifarişlər verirlər. Bu da çox deməli dözülməz bir haldır. Yas mərasimlərinin dözülməz bir hala gəldiyinin əsas nümunəsidir. Yəni bunu özümüz də görürük, eşitmirik, yəni özümüz də görürük. Bu da çox pis bir haldır. Yəni vəziyyət, yəni hazırdakı yas mərasimlərinin hazırki vəziyyəti bundan ibarətdir. Ona görə də toyları, yəni zaman-zaman toylarda müzakirə olunur. Toylarda da həddindən artıq israfçılıq var. Bu indi toy sahibi kimin imkanı var verir, düzdür, olmamalıdır. Amma xüsusilə yas mərasimlərində israfçılıq qəbul edilməzdir. Hətta İslamda da deməli bu israfçılıq haram kimi buyurulursa, yəni əslində bu yas mərasimini verən şəxs də bu belə bir haram buyurulmuş şeyə əslində yas mərasimində verməməlidir. İnsanlar deməli bu yas mərasimlərində verilən məclislər, yeməklərin yarışına keçməməlidir. Filan kəs belə yemək verir, belə məclis yola salıb, mən də belə məclis eləməliyəm kimi belə deməli qəbul edilməz yarışlardan çəkinməlidirlər. Bu mövzu tək Samux yox, Naxçıvan yox, ara-sıra başqa rayonlarda da tətbiq olunduğu barədə məlumatlar yayılırdı, amma sonradan yəni biz bilirik ki, o həmin qərarlar insanların, ağsaqqalların, din xadimlərinin verdiyi qərarlar pozulurdu. Bu da nəyə görə? 5 nəfər, 3 nəfər adama görə. İnsanların böyük əksəriyyəti, sakinlərin böyük əksəriyyəti həmin bu qərara hörmətlə yanaşır, ona əməl edirlər, amma 5-3 nəfər adam var ki, biraz imkanı olan adam var ki, bu nədənsə özlərindən sığışdırmırlar. Filan kəs belə bir məclis keçirir, mən də belə niyə keçirtməyim kimi belə deməli uyğun olmaz, yəni qəbul edilməz belə yarışlara girirlər. Bu da doğrudan da çox dözülməz bir vəziyyətdir. Ona görə də 5-3 nəfərə görə bax belə qərarlar, insanların, ağsaqqalların, din xadimlərinin verdiyi qərarlar rayonlarda, kəndlərdə tətbiq olunmur. Bax, mən bu mövzunu paylaşmaqdan məqsədim odur ki, yəni Samux rayonunda verilən bu qərar və din xadiminin də, axundun da bunu təsdiqləməsi demək, onu deyir ki, bu deməli
insanlar həmrəydilər, bu məsələdə bir araya gəliblər və öz qərarlarına hörmətlə yanaşırlar. Ona görə də bu nümunəvi bir addımdır, yaxşı bir addımdır. Biz yaxşı bilirik ki, indi yas mərasimlərinə yası düşən adam təkcə dünyasını dəyişən insanlar haqqında dərdini çəkmir. Eyni zamanda da açığı hamısı demək olmaz, çox böyük hissəsi, böyük əksəriyyəti insanların kasıb insanlardır. Bunlar yas mərasimi keçirilən zaman çox hətta borca düşürlər, kiməsə borc alırlar, ya kredi götürürlər, onlar yasın verirlər. Eyni zamanda da başdaşların və digər tədbirləri həyata keçirirlər. Bu da xeyli deməli vəsait tələb edir. İnsanlar da sonradan həmin yası düşən insanın sonrakı həyatı da çox çətinliklə deməli üzləşirlər sonrakı həyatlarında. Ona görə də kimliyindən, yəni statusundan, rütbəsindən asılı olmayaraq, vəzifəsindən asılı olmayaraq hər kəs belə qərarlara, ağsaqqalların, din xadimlərinin verdiyi belə nümunəvi qərarlara hörmətlə yanaşmalıdır, mən hesab edirəm ki, və ona əməl etməlidirlər. Vəzifəsindən, yenə dediyim kimi, statusundan asılı olmayaraq hər bir insan belə qərarlar, yəni bu yaxşı qərardır. Kimsə, yəni hansı məclisə yaxşı süfrənin üstünü doldurmaqla onu heç kim alqışlamır. Əslində ona pis baxır. Yəni, o süfrədə israfçılıq qəbul edilməzdir. Bu israfçılıq aradan qaldırılmalıdır. Bu, həm toydakı, həm də ki, yas mərasimlərindəki, xüsusən də yas mərasimlərindəki dediyim kimi, belə bir samurda verilən qərar, insanların qərarı və ona hörmətlə yanaşılması, belə bir nümunəvi addımlar hər yerdə yayılmalıdır, insanlar ona əməl etməlidir. Yas mərasimləri nəhayət deməli sadələşməlidir və insanlar da həm mənəvi, həm də maddi itkilərdən çox əzab çəkməməlidir. Mən belə bir qərarı alqışlayıram və ümid edirəm ki, bu ölkənin hər yerində yayılacaq.